Salam əziz abituriyentlər, müəllimlər, kanalımın izləyiciləri. Bildiyiniz kimi dünən OTK ilk dəfə belə deyək blok üçün bu il 2025-in 11-ci siniflər, 10-11-lər üçün ə, blok imtahan sınağını belə deyək də, blok sınağını keçirmişdi. Üzürlü səbəblərdən dünən videonu çəkə bilməmişəm, açıq deyəcəm. Amma istər öz abituriyentlərim üçün, istərsə də kanalıma abunə olan digər abituriyentlər üçün faydalı bir video çəkmək qərarına gəldim. İstədiyim bu izahları bir də mənim təqdimatımda izləyəsiniz. Əslində ümumi belə deyək, ümumi mən nəticə etibarilə suallarla tanış olduqdan sonra belə bir qərar çıxartdım ki, həqiqətən sınaq ümumən bölməni əhatə edir. Biraz da daha samballı, belə deyək, tutarlı suallarımız varmı? Var. Yenə əziz abituriyentlər, müəllimlər, bir izaha keçmədən öncə yenə diqqətinizə bir məqamı çatdıracağam. Deməli, yadda saxlayın. Həll variantında ümumiyyətlə sizin məsələlərin şərtin oxumağınız çox önəmlidir. Burada elə suallar var idi ki, anında yanıla bilərsiniz ha. Yəni yol gedərsiniz, düzgün cavab alarsınız. Nə isə bir xüsusi diqqətsizlik bütün cavabı, yəni səhv nəticə belə deyək də vermiş olar. Ona görə sualları dəqiq diqqətlə analiz edin. Sınaqlarda mütəmadi iştirak edin deyərəm. Nə qədər çox sınaq görsəz, o qədər imtahan rahat keçər, mən belə deyim. Ya Allah, biz başlayaq. Şablon sualdır, elə 61-ci sualdan başlasaq. Bundan abituriyentlər, müəllimlər fərq etmir. Hər kəs, yəni say sistemi keçiriksə bu bölmədən, bu mövzudan, buna dair suallar yüzlərlə, minlərlə hətta işləmişik. Müxtəsər vurma düsturlarına gətirməklə həll olunan misal nümunəmiz. Deməli, bizə belə bir ədəd təqdim olunub. 4104-ün kvadratı. Biz demişdik ki, elə 2-nin qüvvəti şəklində göstərilə bilən ədədlərin kvadratı şəklində yazmalıyıq ki, bunu. Bu bizim üçün rahat formada açılsın və sonra 8-liyə daha rahat keçək. 4104-ü biz yazarıq 4096 üstəgəl 8 kimi. Və bunun kvadratı bərabərdir. İndi buradan bir dənə A plus B-nin kvadratı. Biraz videom uzun çəkə bilər, biraz izahlı video edəcəm ki, bunu həm 10-cu siniflər də baxanda daha dərindən başa düşsün. Birincinin kvadratı üstəgəl, birinci ilə ikincinin hasilinin 2 misli, üstəgəl ikincinin kvadratı. Biz bunu tətbiq etsək və bunu 2-nin qüvvət şəklində salsaq, 2 üstü 12 üstəgəl 2 üstü 3-ün kvadratı bərabərdir. 2 üstü 12-nin kvadratı 2 üstü 24 üstəgəl, buradan keçəcəm, 2 üstü 15, 2 misli 16, üstəgəl 2 üstü 6. Əla, bu mənim onluq ədədimdir və mən bunu x8-liyə keçirəmsə, mən nə etməliyəm? 8 bərabərdir 2 üstü 3-dən, yəni bunu bu formaya salmalıyam. Və gələk, birinci 224-dən başlayırıq. Yenə qeyd edirəm, bu videonu biraz izahlı çəkəcəm. Çalışacağım ümumiyyətlə indən beləcək sınaqları biraz izah edim. Məqsəd onlara, belə deyək də, daha dərindən başa salmaqdır. 2-nin üstü 3 kimi parçalasam bunu, olur 8. Bu nə deməkdir? 8 üstü 8. Ümumən bunu biz bir qayda da keçmişdik ki, əgər ədəd, ki, onluqdakı ədəd keçiriləcək olan ədədim, keçiriləcək olan say sisteminin əsasının qüvvət şəklində göstərilə bilirsə, elə bu nə deməkdir? Bir yanda 8 dənə 0. Yəni, bunu bir yanda 8, 0, üstəgəl elə də yaza bilərik. Bir qayda elədir, gəlin belə yazaq. Bir yanda 8 dənə 0, 2, 4, 6, 8. Bu formada da izah edəcəm. Bir də qüvvətlər şəklində onu da izah edəcəm. Daha sonra davam edək. 216. 216-nı mən nə edə bilərəm? 2 üstü 3 üstü 5, 15 vurulsun, 2 üstü 1 kimi yaza bilərəm. Düzdürmü? 16-nı verir mənə. Bu nə deməkdir? 8 üstü 5 vurulsun, 2 üstü 1. Düzdürmü? Bunları mən ayrıca sizin üçün burada qeyd edəcəm. Axırda bunları qüvvət halından da necə gətiririk, onu bir də izah etmiş olacam. 5 dənə sıfırım buradadır. 2 də keçir önə. Üstəgəl 2 üstü 6-nı 2 üstü 3 kimi parçalasam, bu da 8-in kvadratı deməkdir. Onda bu da nə deməkdir? Bir yanda 2 dənə 0 deməkdir. 0, 0, 1, 0, 0, 2, 0, 0, 1. Mənim aldığım nəticə budur. Və mənə deyir ki, sıfırların sayı birlərin sayından nə qədər çoxdur? 2, 4, 6 dənə sıfırım var və birlərin sayı
Bəzən suallarda verir sıfırdan fərqli ədədlərin sayından. Birlərin sayından birimdə 2-dir, nəticə məndə 4 olmuş olacaq. Mənim doğru variantım 4-dür. Amma burada gəlin bir dənə qüvvət üstünə də toxunum sizin üçün. Diqqətli olun. Bəzən bizə mən açıq yazılış yazmışam. Bu nə deməkdir? Bu birinci. Bir dəqiqə qələmin rəngini bircə saniyə dəyişim. Burada biraz sizə başqa bir məqamları izah etmək istəyirəm. Bu nə deməkdir? Yəni 1 vurulsun 8 üstü 8, düzdürmü? Üstəgəl. Bu nədir? 2 vurulsun 8 üstü 5, üstəgəl. 1 vurulsun 8 üstü 2. Düzdürmü? Bu qayda açıq yazılış qaydasıdır. Və mən bilirəm ki, yəni bu nə deməkdir? Əslində buradan çıxarılış eləyə bilərəm ki, 1 vurulsun 8 üstü 8, 0 vurulsun 8 üstü 7, 0 vurulsun 8 üstü 6, 2 vurulsun 8 üstü 5. Yəni, əgər mən ədədimi açıq yazılış qaydasını yazırdımsa, baxın, burada 8-dir, düzdürmü? 7, 6, 5, 4, 3, 2, 1, 0. Düzdür, nömrələmə belə aparırdım. Mənim 8-ci yerdə dayanan simvolum 1-dir. Baxın, 7 yoxdur, 6 yoxdur. 5-ci yerdə dayanan 2-dir, düzdürmü? İndi davam edirik. 4 yoxdur, 3 yoxdur. İkinci yerdə, yəni 1 vurulsun, bir də 8 üstü 2 bu formada və birinci yerdə eyni zamanda 0-cı yerdə də yoxdur. Bu formada verilsə və mənə desə ki, bunu x onluğa keçir, nömrələyib bu formada keçəcəkdiniz də. Yəni, bu cür yazılmış 8-likdəki ədədimi mən keçirsəm, olacaq 1 vurulsun 8 üstü 8, üstəgəl. Biz deyirdik sıfıra vurma yoxdur. 2 vurulsun 8 üstü 5, üstəgəl yenə sıfıra vurma yoxdur. 1 vurulsun 8 üstü 2. Baxın, həmin nəticədir elə bu. Yəni, bunu belə toplamadan da yaza bilərsiniz. Yəni, bu qaydanı bu formada da yaza bilərsiniz, burada da. İmtahan üçün əlverişli qayda istəyirsinizsə, ən əlverişli qayda budur. Nəticə etibarıyla yenə də buradakına baxa bilərsiniz. Dəyişən heç bir nəticə olmayacaq. 6, 6 çıxılsın ki, yenə normalda nəticəmiz olacaq 4. Yenə deyirəm, bu sualları biraz bəlkə də vaxt uzun çəkəcək. Yəni video izahımız uzun çəkəcək, amma məcburam mən bunu sizə tək-tək izah etməyə. Növbəti 62-ci sualımıza baxaq. Sistemə giriş üçün 8 simvollu paroldan istifadə olunur. Hər bir parol üçün ilk 4 simvol yalnız Azərbaycan əlifbasının kiçik hərfləri. Əla. Mən 62-ni də buradan qeyd eləyirəm, 62-ci sualın həllini. Bura açıq böyük yerdir deyə buradan rahat yazıram. Sistemə əvvəlcə biz bilək ki, 8 simvollu parol lazımdır. 2, 3, 4, 5, 6, 7, 8. Düzdürmü? Və mənə deyir ki, ilk 4 simvol, ilk 4 dənə simvolum burada. Azərbaycan əlifbasının kiçik hərflər, yəni A-dan Z-yə nə qədərdir? 32. Və bununla bitmir. Onluq say sisteminin rəqəmləri. Onluq say sistemində neçə rəqəmin var? Yəni və yazaq bura. 10 dənə rəqəmin. Onda bu nə olacaq? 32, 10, 42. Burada deməli 42 vurulsun, 42 vurulsun, 42 vurulsun, 42. Bu halım. Ümumiyyətlə oldu nə? 42 üstü 4. Vurulsun. İndi davam edirik. Deyir ki, 5-ci və 6-cı mövqedə, baxın burada. Bu rəngi nə dəqiqə başı dəyişmək də istəyirəm. Aha, 5-ci və 6-cı yerdə, bunu bir daha çəkək, yalnız 16-lıq say sisteminin simvolları. 16-lığın neçə simvolu var? 16, adından göründüyü kimi. Deməli, burada da 16 vur 16. Ümumi halım oldu 16-nın kvadratı. Və mənə deyir ki, 7-ci və 8-ci yerdə isə burada isə onluq, yalnız onluq say sisteminin, onluğun elementləri 0, 1, 2, gəlir 9, düzdürmü? 10 dənə budur. Bəzən uşaqlar bunda səhv eləyir. Yazır 26. Bir də 16-lığın elementi. Axı 16-nın bu 10 dənə elementi elə onluğun elementidir. Başa sala bilirəm. Yəqin ki, bu 11-ci sinif üçün rahat məqamdır. Yəni, artıq bunu bilirik. Deməli, mənim 0-dan 9-a qədər olan onluqlarım üstəgəl A, B, C, D, E və F. Ümumiyyətlə, burada oldu 16 simvolum.
Yazdıq bura 16 vur 16. Əla. Bu da oldu 16-nın kvadratı. Ümumi hallara baxsaq, baxırıq. Bizdən də nə istəyir? Müxtəlif parol yaratmaq olar. Birinci oldu 42 üstü 4 vurulsun. 16 üstü 2-ni 16 üstü 2-yə vuranda olacaq 16 üstü 4. Mənim elə bir variantım, baxın. Bax, diqqətli olun. Burada var 26-nın kvadratı. 10, götürərsiniz, buna da yazarsınız 16, buna da 10, cəmləyərsiniz, bu yanlışdır. Çünki eyni simvollar. Eyni əlifbanın simvoludur. Yəni, burada onsuz da 16-lıqda yeni bir simvol yaranmır burada. Yəni, onluğun elementləri üstəgəl yeni olan elementlər. Burada doğru cavab variantımız olur, D variantı. Rahat sualdır. Yəni, yaxşı sualdır deyərəm. İşləmişik. Yəni, bundan istər Kodera vəsaitində, istər Ərri vəsaitində, digər vəsaitlərdə çoxdur bu test nümunəsindən. Davam edək 63-cü test nümunəmizlə. RGB sistemində olan ölçüsü verilib. 1024-ün 2048-ə. Ölçülü qrafik təsvir verilib və rəng dərinliyi X olan kodlaşdırma sistemində kodlaşdırılan zaman 33 megabayt olub. Əvvəlcə biz X tapaq. Onsuz da bizdə X dərinliyi və deyir ki, maksimal çaları istəyir. Yəni, böyük eni istəyir məndən. Gedək. Biz bilirik ki, qrafik informasiya həcmi V bərabərdir A vur B vur N düsturu ilə tapılır. Qeyd edək, AB piksellərimizin sayı, N isə nədir? Rəng dərinliyi. O zaman piksellərimizi yerinə qoysaq, 1024 vurulsun 2048 vurulsun x bit, indi burada biti bizə x-la verib deyə x-i qeyd edək, bərabərdir 33 megabayt. Bura bit, bura megabayt. Məcburən megadan bitə gəlsəm, 2 üstü 23-ə vurmalıyam. Onda x-im nəyə bərabərdir? 33 vurulsun 2 üstü 23 bölünsün. Belə yazacağım. 2 üstü 10 vurulsun 2 üstü 11. Bunlar ixtisar geçsə 2 üstü 21. Burada qalır 2. Düzdürmü? 33-ü 4-ə vuranda olacaq 132. Və yadda saxlayaq. Bu nədir? Bitdir. Bit nədir? Rəng dərinliyidir. Məndən isə rənglərin maksimal sayını istəyir. Yəni, bizim düsturumuz 2 üstü n düsturuna baxsaq, bizim tapdığımız bu bit 132-dir. 132, baxın, variantda var. Qətiyyən, çalar deyəndə böyük n nəzərdə tutulur. Yəni, ümumi rənglərin sayı çalar olaraq 2 üstü 132-dir. Doğru variant Y variantı olmuş olur. Yəni, bu tip suallarda artıq məncə bütün 11-lər, abituriyentlər diqqətli olub demək olar. Yəni, bundan çox işləyiblər deyə məncə alışıblar. Bircə saniyə. Növbəti sual nümunəmizlə biz hər dəfə belə PDF-in üzərində yuxarı aşağı getməklə biz tapacaq. Bu da yaxşı sualdır, belə deyək, istifadə elədiyimiz suallardandır, sual nümunələrindəndir. 5 simvollu 760 müxtəlif sətrin simvollar ardıcıllığının yaradılması üçün ən az neçə simvoldan istifadə olunur? Belə deyək də, bizə sanki 5 dənə simvol verir və ondan müxtəlif 760 dənə müxtəlif sanki söz düzəldirəm hərfdən. Bu hərfdən söz düzəldirəm. Sanki belə düşünək. Neçə simvoldur 5? 1, 2, 3, 4, 5. 5-dirsə 5 simvollu. Mən bura x deyə bilərəm simvola, bilmirəm. S də deyə bilərəm, fərqi yoxdur. Yəni, bu hasilin biz bu cür test nümunələrin yazanda həmişə böyük bərabər 760 olduğu hala baxsıq, onda x üstü 5 böyük bərabərdir 760 halında. Və burada diqqətli olun. Ən az soruşur. Bizim nəyin üstü 5, 760-dan özün alıb böyük bərabər olar da bir sözlə. Və 6-da da ödəyəcək bu, 5-də ödəyir, məsələn 5 üçün ödəyir. Amma ən az dediyinə görə 4-ün üstü 5, 4-ün üstü 5, 1024. Düzdürmü? Və ən az elə 4-dür burada. Bax, bu ən az, ən çox məsələlərinə diqqət edin. Ümumiyyətlə. Yəni, söz verilib, sözün simvolları verilib, mümkün vəziyyətlərin sayı verilib. Yəni, burada da ancaq bu məsələlərə diqqət eləməlisiniz. Başqa da düşünürəm ki, heç nə. Bu, ümumiyyətlə, kodlaşdırma bölməsidir. O bir məsəl var. Kodlaşdırma bölməsini ya öyrənirik, dərk edirik, ya da ki, öyrənmirik. Başqa yolu yoxdur. Yəni,
Burada mən istədim biraz aşağıya çəkeyim, cədvəli rahat yaradım. Eybi yox. Burada belə bir şey yaradacağam sizin üçün. Bu da modelləşdirmə bölməmizdən cədvəl informasiya modelindən olan sual nümunələrimizdir. Əslində dostların adı mən variantlardan gedəcəm sizin üçün. Normalda biz buna bir cədvəl çəkirik, düzdürmü? Cədvələ əsasən belə bir cədvəlimiz olur. Bir dəqiqə adam adlarını yazaq. Amma cədvələ əsasən də getmək olar, olsun. Bu Elçindir. Bu Aylindir. Bu Atabəydir, ata yazaq. Bir də Cəmildir. Bu da Cəmildir. Əla. Və 4 dənə şəhərim var. 4 dənə də şəhərim var. Bircə saniyə. İndi burada bir şey düzəldəcəyik. Əla. Şəhərlərimiz Bakıdır, Sumqayıtdır. Sumqayıt, Gəncə, Füzuli. Bu da olsun Füzuli. Bu niyə belə oldu? Bircə saniyə. Cədvəl çəkmək ən çətin peşədir bu dəqiqə bizim üçün burada. Ekranda çəkmək. Sonuncu da gəlir Füzuli şəhəri. Əla. Və bizdə burada onların peşələri haqqında məlumat verib. Bunlardan 4 nəfərdən, buradan qeyd edirəm. 2 nəfəri iqtisadçıdır, biri həkimdir, biri də müəllimdir. Ay Allah. Görək. İndi görək burada nə baş verir. Gəncə şəhərində çalışan şəxs iqtisadçı deyil. Gəncədə çalışan iqtisadçı deyil. Ümumiyyətlə, bizim iqtisadçımız 2 nəfərdir. Düzdürmü? Onda burada 2 nəfər, belə götürəndə iqtisadçı deyilsə, hansısa biri Gəncədə də işləməməyi haqqında məlumatımız var. Gəncə şəhərində çalışan, mən bunun qabağında iqtisadçı deyil. Yəni, mən buradan qeyd edirəm, Gəncədə çalışan iqtisadçı deyilsə, onda belə çıxır ki, bu ya həkimdir, Gəncədəki. Belə buradan da açıqlama verirəm sizə. Ya müəllimdir. Əslində bunu tapma qaydası belə verilən şərtlərə əsasən çıxartmaq olardı. Yəni iqtisadçı deyilsə, deməli mən 2 nəfər Gəncədə işləyən ya həkimdir, ya müəllimdir. İndi görün. Müəllim. Nə Sumqayıtda, nə də Gəncədə işləyir. Əla, qəşəng. Onda müəllim Gəncədə də deyil. Deməli, Gəncədə işləyən nədir? Bu qələmin rəngini dəyişim, bircə saniyə. Gəncədə işləyən mən tapdım ki, nədir? Həkimdir. Həkim hardadır? Gəncədə. Düzdürmü? Başa düşürük də yəqin ki. Cəmil Bakıda, Elçin də deyir, Elçin isə Gəncədə işləmir. Deməli, belə çıxır ki, Elçin Gəncədə işləmirsə, elə həkim də deyil. Müəllim isə Sumqayıtda deyil. Müəllim, buradan yazıram qeyd kimi, Sumqayıt deyil. Çünki bu çıxacaq bizim üçün. Müəllim Sumqayıtda deyil. Əla. Cəmil Bakıda, Elçin isə Gəncədə işləmir. Mən qeyd elədim ki, Elçin Gəncədə işləmir, Cəmil də Bakıda işləmir. Əla. Və burada fikir verək bir məqamada. Deməli, Gəncədə işləmir, Elçin Atabəy iqtisadçı deyil. Elçin Atabəy. Onda Atabəy də iqtisadçı deyil. Atabəy iqtisadçı deyilsə, bizim burada Elçin həkim idi. Elçin həkim idi, nə idi? Gəncədə işləyən həkim idi, düzdürmü? Gəncədə işləyir həkim. Müəllim də Sumqayıtda işləmir. Müəllim onda belə çıxır ki, bizdə ümumiyyətlə müəllim Sumqayıtda deyil. Müəllim Gəncədə də deyil. Yəni mən variantlarla çıxdaş eləsəm də tapa bilərəm. Amma bizim məsələ o deyil. Yəni bu müəllim, yerdə belə baxaq da, bu müəllim. Ya Bakıdadır, ya da Füzulidə. Bunun bir adı var. Məsələn, Gəncədə müəllimdir. Bu variant heç ola bilməz. İndi oradan getməyək, indi baxaq. Müəllim Bakı və Füzulidir. Fikir verin, iqtisadçıdır, Füzulidədir. Ola bilməz. Müəllim ya Bakıdır, bu iqtisadçıdır, ola bilməz. Yəni belə halların olmamağı. Yəni amma deyir ki, Elçin Sumqayıtda həkimdir.
Sumqayıtda həkimdir. Necə həkim Sumqayıtda olsun? Biz buradan tapdıq, həkim Gəncədədir. Bizim burada variantdan elə buradan gec çıxmamışıq axıra qədər. Füzulidə işləyən iqtisadçı deyil. Ha, deməli Füzulidə işləyən də iqtisadçı deyilsə, Füzulidə işləyən avtomatik tapdıq ki, Füzulidə kim imişsə işləyən müəllim imiş. Füzulidə işləyir müəllimdir. Variant olaraq deməli Elçin Füzulidə işləyir müəllimdir. Variant eləməsi ən asan qaydadır burada. Ən asan qayda. Mən Gəncədə işləyən şəxsin iqtisadçı olmadığını tapdım. Gəncədə işləyən iqtisadçı deyil. Mənim 2 nəfər iqtisadçım var idi. Bir dənə həkim, bir dənə müəllimim. Mən çıxartdım buradan ki, ya mənim Gəncədə işləyənim həkimdir, ya müəllimdir. Əla. Sonrakı variantda artıq ələndi. Gəncədə işləmir. Müəllim Gəncədə işləmir, nə də Sumqayıtda. Demək Gəncədə işləyənim həkim idi. Buradan çıxır ortalığa hər şey. Digər variantlarla əliyərək çox rahat. Yəni, əziz abituriyentlər, yadda saxlayın. Mən hər zaman deyirəm, imtahanda vaxt aparan sualların mütləq qısa həlləri var. Burada da Füzulidə olan müəllimdirsə, avtomatik də variantımız çıxdı, Y variantı. Məşhur suallardandır. Yəni, abituriyentlərin, belə deyək, vaxt aparan sualları sırasındadır. Bu rahat sualda 66. Masaüstü fərdi kompüterin növü deyil. Hə, bax, diqqətsizlik eləmişdim. Deyil, deyir. Biz bilirik ki, fərdi kompüterin 4 növü var. Masaüstü, notebook, bir də təkrar olsun bizə, ovucusi, bir də planşet. Gəlirik, matrisli printerdir, lazerli printerdir, sensor ekranda giriş-çıxış qurğusudur. Deməli, bizim doğru cavab variantımız olacaq 2, 3, 6. 2, 3, 6, B variantı. Diqqətli olun. Yəni, deyillərə fikir verin. Ola bilər də indi cavab variantı olaraq bircə saniyə PDF şəkil kimidir, məndə PDF götürməmişəm. Ona görə yuxarı qayıdacam və bu şəkildə döndərəcəm sizin üçün bircə saniyə. Deməli, 67-ci sual nümunəmizlə davam edək. Bizə deyir ki, avtomatik qurğu Unicode əlifbasında kodlaşdırılmış mətni 1024 simvollu əlifbaya keçən zaman həcm 3 vurulsun 212 bayt azalmışdı. Və biz əvvəlcə bu məsələnin bu hissəsinə qədər olanı tapaq, simvolumuzu, ondan sonra davam edək. Bu məsələlərdən də yazmışıq. Yəni, 16-lıq, belə deyək də, Unicode-da kodlaşdırılmış mətnin, yəni, V bərabərdir, V mətin bərabərdir, simvol vurulsun I düsturundan yola çıxsam, 16-lıq, 16-lıq yenə deyirəm buna, Unicode-da 16 bit bir simvol deyilmi? Düzdür? 16 bitlikdən mən gəlirəm 1024 simvollu, yəni eni 1024-dir. Onda mənim i-yim 10 bitdir. Düzdürmü? 16-dan 10 bitə gəlmişəm. Nə qədər azalma baş verib? 6 bit. O zaman 6 bit vurulsun, simvol sayım x-dır. Və həcmim də olub nə qədər? 3 vurulsun, 212 bayt. Fikir verin, bu baytdır. Mən bunu məcburən 203-ə vurub bitləşdirməliyəm. Bu məsələlərdə diqqətli olaq. O zaman x bərabərdir. 3 vurulsun 2 üstü 15 bölünsün 6. Bu ixtisar eləsəm, burada qalır 2. 2 ilə də bu getsə qalır 2 üstü 14. Tələsmirik. 2 üstü 14 bizim nəyimizdir? Simvolumuzdur. Simvol. Və mənə deyir ki, bu simvolu 32 simvollu əlifbanın. Bu zaman enim olur 32. Mənim i'm nəyə bərabərdir? 5 bitə. Bit. Düsturdan yerinə qoysam, V bərabərdir. S vurulsun I, yəni simvol vurulsun I düsturundan, 2 üstü 14 vurulsun 5 bit və mənə deyir ki, informasiya həcmi baytla ifadə elə. Baytla da ifadə eləmək 203-ə bölməliyəm. İxtisar gedir, qalır 5 vurulsun 2 üstü 11 bayt. Bizim belə bir doğru variantımız bəli, D variantı. Diqqətli olun. Yəni, bəzən məsələlərin həllində 214-ü görüb, nə bilim, variantlardan tələsik çıxıb. Elə suallar olur ki, cüzi bir diqqətsizlik özümüzdə də olur. Düşünməyin ki, əziz abituriyentlər, biraz da sizə motivasiya olsun. Müəllim olaraq bizdə də, yəni, diqqətsizlik olur, xüsusi. Məsələn, adi izahlarda yəqin ki, baxırsınız, görürsünüz ki, sadə bir toplamada səhv edirik, ola bilər. Amma bu imtahandır, imtahanda biraz çalışın, son dərəcə diqqətli olun. Doğru fikri müəyyən edin. Bizim abituriyentlərdə belə bir qayda olur. 5-ci bölməmiz nəzəri materiallar. Nə zaman deyirəm, mənim çoxdur, bunu necə öyrənək, bunu necə, baxın, nə qədər uyğunluq verir. Və yaxud da deyir, doğru fikri müəyyən edin. Siz mütləq bunları bilməlisiniz. Deməli, printer kağız üzərində informasiya kompüteri daxil edir. Xeyr, daxil edən nə idi? Skaner idi.
və görüntü skanerləri. Printer isə çıxış qurğusudur. Xatırlayaq bir dənə. Deməli, bu yanlışdır. Monitorun üfüqi və şaquli nöqtələrinin sayı onun çözümlüyüdür. Bəli, ekran çözümlüyü deyirik biz buna. Monitorların özdə əsas xarakteristikasıdır. Ekran çözümlüyü və nəyi? Diaqonalı. Bunu da təkrarlamış olaq. Matrisli printerlərin sürəti 1 saniyədə çap olunan simvol sayıdır. Tamamilə doğrudur. Biz demişdik, printerlər iki cür olur. Zərbli, yəni bu növ zərbli, literli, matrisli zərblilərə aiddir. Düzdürmü? Zərblilərdə sürət 1 saniyədə çap olunan simvol sayı, amma zərbsizlərdə lazerli, termiki, şırnaqlarda sürət nədir? PPM-dir. Bir dəqiqədə çap elədiyi səhifə sayı. Yəni, bu doğru fikirdir. Monitordakı piksellərin sayı nə qədər çoxdursa, görüntü keyfiyyəti görüntü o qədər keyfiyyətsiz yox, keyfiyyətli olar. Ona görə bu yanlışdır. Klaviaturada backspace klavişi soldakını silir. Bəli, backspace solda, delete isə sağdan silir. Doğrudur. Deməli, bizim doğru variantımız oldu. 235, 235 D variantı olmuş olur. Yenə bunu təmizləyib bircə saniyə. Yenə tam dolu disk məsələsi xatırlayırsınızsa, yenə burada bu videonu ümumi açıq qoyacağam hər kəsə. Bizim abituriyentlərin də sınağı baxın, OTK keçirdiyi andan əlimdədir, çəkilmiş şəkillərdir. Heç cür çəkə bilməmişdim. Anda istədim çəkəm, dedim həm uşaqlar çıxan kimi görsünlər məsələsi. Bu tam dolu disk məsələlərindən şəxsən mənim abituriyentlərim bir xeyli işləyib. Yəni, bu tip sualları, bax, bizim bir dənə dolu diskimiz var. Nümunə kimi bir şey başa salım sizə. Mənim dolu diskimdə boş yerim yoxdur. Dolu disk nə deməkdir? Mən orada boş yerim yoxdur. İndi burada tam dolu diskdən nələrsə silirəmsə, onda boş sahə açıram da. Düzdürmü? Boş sahə. Əgər silinmə baş verirsə, sahə boşalır da. Mənim boş yerim yox idi. Düzdür? 0. Üstə gəl. 2 ədəd 3 megabaytlıq. 2 vurulsun 3 megabayt. Üstə gəl. Deməli, 5 ədəd 4 megabaytlıq. 5 vurulsun 4 megabayt. Üstə gəl. 3 ədəd eyni ölçülü mətin faylı. 3 ədəd bilmirəm deyə 3 vurulsun x megabayt deyək buna da. Və sonra bu silindi. Bunlar silindi. Mən burada boş sahəm yarandı. Düzdürmü? Və mən burada yaranandan sonra bunun üzərinə sanki belə deyək də, burada bu qədər silmişəm. İndi mən bunu həcmi tapsam, mənim sanki buradan baxın, 6, 20, 26. 26 üstəgəl 3x qədər yerim boşalıb. Və mən bura nəsə yazıram indi, baxaq. Nə qədər deyir? 2 ədəd 4 megabayt qrafik fayl yazılıb. Vurulsun 4 megabayt. Və mənim ümumi həcmim, boş yerim, yəni sıfırdan çıxa-çıxa gəlirəm də, olur 33 megabayt. Əla, hamısı da megabaytdır, biz üçün də iş əladır. Çıxılsın 8 bərabərdir 33-ə. 26-dan 8 18, 3x 18, o zaman 3x də bərabərdir 33 bir tərəfə keçəndə 15-ə, x də bərabərdir 5-ə. Deməli, mənim deyir ki, bir mətin faylımın birin deyirdi. 5-dir. 5 megabayt yer tutur. Əgər desək ki, mətin fayllarımın həcmi 15 olardı. Birini soruşur, onsuz da bir soruşduğuna görə də bu da rahat sual deməyəcəm bunlara. Bu tip suallarda ümumiyyətlə mən düşünürəm ki, sizin də diqqətli olmağınızda fayda var. Bu niyə belə ekran edir, bilmədim, bir saniyə. Bilmirəm, sizdə videoya baxanda ekran səyriməsi baş verəcək, verməyəcək. Hal-hazırda bir də saniyə, mən zaretkadan ayırım bunu. Zaretkadan olsa bu videomuzu axıra qədər çəkək, davam edək. 70-ci sual nümunəmiz. Nədənsə OTK-nın bu dəfəki sınağında elə bir, nə deyirlər buna, məzmun çox geniş yazılıb. Biraz belə ətraflı yazılıb da. Ona görə düşünürəm ki, bəlkə də abituriyentləri bu da qorxuzmuş olar. Gəlirik. Pərvanə raster qrafik redaktorundan istifadə edərək 9 megabayt həcmə malik qrafik təsvirin palitrasındakı rəng çaların sayını 256 dəfə azaltdı.
belə deyək, Pərvanə raster qrafik redaktorunda bir hazırlayır. Bu 9 megabayt həcmində idi. Yaxşı. Və burdan bizə deyir ki, rəng çalarının sayın. Mən bu tip məsələlərdə məcburən sizə deyirəm ki, M1, N2 məsələlərinə diqqət edin. Yəni, mən birinci rəng çalarım. Nə qədər imiş? 2 N. N2-m nə idi? Deyir ki, bu 2 N yoxdur. Bunu 256 dəfə azaltdı. 208 dəfə. Əla. Onda mənim burdakı N-im, kiçik N-im birincidə N bit idi. Yəni N bit kimi baxsın. Burada artıq nə olacaq? Dərinlik deyək buna. Rəng dərinliyi. Burada da rəng dərinliyim nə olacaq artıq? N çıxılsın 8. Niyə? Bölmədə artıq N çıx 8 bit. Əla. Sonra nədir? Bu qrafik informasiyanın təsviri bu zaman, təsvir, bu çevrilmə zamanı həcm 6 megabayt azalır. Məsələmi qura bilərəm də onda. Onda bizim düsturumuzu gəlin bir dənə buradan yazaq. V bərabərdir. A vur, B vur, N düsturundan. Mən deyəcəm piksellərin sayın. X. Mən bir X deyəcəm bunu. Onda biz X vurulsun N. Düsturumuzu bu hala gətirsək, onda belə bir hadisə baş verir də. Bundan buna keçən zaman bu qədər azalıbsa, yəni X simvol vurulsun N bit, çıxılsın, azalma baş verib. X vurulsun N-8 bit yenə və həcm neçə olub? 6 megabayt. Və diqqətli olun, bu mega, bu bit vurulsun, olacaq nə? 223. Bitləşdi. Avtomatik bitləşdirdik. İndi vurub açsaq, x vur n, çıxılsın, x vur n, üstə gəlsin, 8x, düzdürmü? Bərabərdir. 6 megabayt. Nəysə, xüsusi diqqətsizlik eləsəm, mütləq şərhlər bölməsində qeyd edərsiniz. Bu meqanı niyə yazdım bura mən? Bunu silək, bu geçsin. Mega deyil də onsuz da. Bunlar getdi avtomatik. Qaldı 8x bərabərdir. 6 vur 223. İkisi də buradan tapsa 6 vur 223-ü bölə 8-ə. 8 3 onsuz da olur 6 vurulsun 220. Nədir bu? Mənim pikselimdir. Mənim bu x-im var burada. Bunu tapdım. 6 vur 220 imiş əvvəl. Çevrilmə zamanı piksellərin sayının dəyişmədiyini nəzərə alaraq ilkin rəng çalarını tapaq. Əla. Mənim buradakı həcmim bəllidirsə, pikselim də budursa, enimi tapmağa nə var ki burada? V bərabərdir A vur, B vur, N-dən. Mən pikselimi bilirəm. 6 vurulsun, 220 vurulsun. N-i bilmirəm, bit və 9 megabayt. 9 megabaytı da vuraram 223-ə bitləşdirərəm. Bit, avtomatik bit olsun. Onda N-im nəyə bərabərdir? 9 vur 223 bölünsün. 6 vur 220. Getdi, burada qaldı 3. 6 ilə bu getsə, burada qalır 3. Burada 2 bununla getsə 4. Yəni də 202, 4. Bu da olur 12. Bir yeni diqqətli olun. Rəng dərinliyi demir. Bizim tapdığımız rəng dərinliyidir, bitdi. Fikir verin. N-dir, kiçik N. Mənə deyir ki, böyük N nəyə bərabərdir? Böyük N də bərabərdir 212-yə. 212 4096 kimi də verə bilərdik. Burada da olur, D variantı olmuş olur. Diqqətli olun. Yenə deyirəm, sınaq olaraq, ümumi sınaq çətinlik dərəcəsinə görə birinci sınaq üçün çətindirmi? Yaxşı suallar var, amma yazmaq olmaz deyə sual baxanda, ümumi nəzər yetirəndə görmədim elə bir sual ki, yəni bir 11-in abituriyenti desin ki, bu, yəni qəbulda düşünün ki, abituriyentlər, yəni bunlar elə bölmə, mövzu sınavıdır, təsəvvür edin. Və gəlirik xidməti klavişlər olanı müəyyən edək. Biz bilirik ki, F1, F12-yə qədər funksionaldır. Düzdürmü? Funksional F1-dən F12-yə qədər funksionaldır. Biz ümumi qruplar bir dənə xatırlayaq. Kursoru idarə edən home'dur, enddir, peyqab, peyqabın, oxlar. Düzdürmü? Bu da getdi. Hərf rəqəmlər var, yardımçı rəqəm klavişi var, qrup kimi. Bir də bizim xidməti dediyimiz klavişlər var ki, istifadəçilərə xidmət göstərən klavişlər. Alt, skip, insert. Bu da olacaq 2, 3, 6. 2, 3, 6 da C variantı. Müəyyən kodlaşdırma sistemində hər bir simvol 16 bit yer tutur. Yəni bir dənə simvolun
simvol. 16 bit dediyimiz 16 bit. Bu da olub 2 bayt. Əla. Bir də simvolun 2 bayt yetdi. Bu sistem ilə kodlaşdırılmış informasiya 4 səhifədən ibarətdir. Və hər səhifədəki həcm özündən sonra gələn səhifədəki informasiya həcmindən 3 dəfə azdır. Onda bu x-dırsa, növbəti bu birinci olsun. İkinci olacaq nə? İkinci olacaq 3 dəfə 3x. Üçüncü olacaq yenə 3 dəfə 9x. Dördüncü də olacaq 9 3 dəfə 27x. Və mənə deyir ki, ümumi həcmi 600 yox, 6400 baytdır. Yəni bunları cəmləsəm 40. X bərabərdir 6400 bayta. X də bərabərdir 160 bayt. Və diqqətli olun. Bundan səhv etmirəmsə, Dimin test oblusunda da var, təzədə də, köhnədə də bu tip suallar var. Kodera Ərəbə saytında da bu tiplərdən çoxdur. Bunlardan diqqətli olun yazarkən. Bax, bu 2 bayt var ha, bu elə belə verilməyib. Və axı bizə deyir öndəki bir simvol 2 baytla kodlaşıb. Deməli, mən bir dənə simvolu tapmışam, amma adi vəziyyət üçün tapmışam. O zaman mən belə kodlaşdırılmış hala gətirsəm, bir simvol, yəni x-ın nəyə bərabər olacaq? 160 bölünsün 2-yə. Bu da olur 80 bayt. Məndən nə istəyir bircə saniyə? Birincini. Birinci qism oldu 80. Əla. Sonra deyir üçüncünü. Üçüncü nədir? 9. Deməli, x-i tapdım. Bir də 9x-in bərabərdir. 9 vur 80. Bu da olur 720. Bu da olacaq D variantı. Diqqətli olun. İndi burada açar verməmişdi bizə. Çox da yəni ki, verərdi 160. 3x-a vuranda neçə eləyir? 4800 kimi də belə deyək də o mənada. Bu ekran səyirməsi nədən oldu bilmədim mən. İnşallah ki düzələr. Videomuzu sona qədər çəkilişlərini bitirək. Hasta olun usta. Deməli, daha sonra buradan bitdi. 73-cü sualla davam eləməklə ötürü PDF ilə yığmışam ki, şəkilləri. Birinci gələn, o bir axırıncı gəlin məsələsi. Bir saniyə, bunu da döndərək. Aha. 73-cü sual nümunəmizə baxaq, 73-də. Deyir ki, yaşayış məntəqələri arasında bu da modelləşdirmə, qraf informasiya modelinə aid olan test nümunələridir. Yaxşı suallardır və rahat tapılma həlləri, belə deyək də, tapmaq olar. Yəni, rahatlıqla tapmaq olar, diqqətli olsaq. Deməli, biz nə edirik? Yaşayış məntəqələri arasında qraflar göstərir, qraf cədvəl şəklindədir, nömrələnmə aparılmışdır və üst-üstə düşmür də, təbii ki, 1-2 belə baxırıq. Biz də həmişə bir qayda deyirdik ki, bunu tapmağın ən asan qaydası fərqli olanı tapmaqdır. Baxın, D-nin 1, 2, 3 qonşusu var. Nə bilim, digərlərini. Amma B-nin 1, 2, 3, 4, 5 dənə qonşusu var. 5 qonşusu olan avtomatik çıxdı ki, 4 nədir? B imiş. 4 B-dir. İndi burada 1, 2, 3. Növbəti fərqli olan 3 qonşusu olan. 3 qonşusu olan oldu nə? D. 2 də oldu D. Və fikir verin. Mən C ilə eyni nə bilərəm A-la C-dən fərqin. Və biz bu qrafları keçəndə, əgər kiməsə bu mövzu qaranlıq qalırsa, mütləq girsin YouTube kanalında izahlar var, bölmələrin izahı. Biz deyirik ki, digərlərini tapmaq qonşunun qonşusuna, yəni qonşuluq siyahısından istifadə edərik. Yəni, mənim D-nin qonşusu C ilə Y-dirsə, deməli A ilə C-də D-nin qonşu olmadığı yerlərdir. Yəni, A ilə C D-nin kəsişmədiyi nöqtədir. Baxın, biri budur, biri də budur. Belə qoyaq da. Biri də budur. Düzdürmü? Yəni, bizə də deyir ki, AC-nin uyğun gələn nömrələrini tapın. Hə, tamam. Demir bizə ki, yəni A hansıdır, C hansıdır. Hətta bu qədər rahat. Deməli, bu olsa uyğunluq kimi A, bu da olur C. AC də olub nə? 3 ilə 5, C variantı. Nə qədər vaxtınızı aldı? Çox rahat bir sualdır deyərəm. Həmişə yadda saxlayın. Əgər qraflar, belə uyğunsuz qraflar olarsa, yəni bizdən tələb olunarsa, siz tapın. Yəni, belə deyək də, hansı təpənin hansı təpə olduğunu fərqli olanlarla yola çıxıb tapa bilərsiniz. Bu da normal üçlük say sistemində toplama əməlidir. Əla. Birin üstünə 1, 0 yazdıq. 1 yadda. Əla 1. Deməli,
Bir yadımızdaydı. Sıfır yazdı. Bir yadda. Bakın bir yadımda oldu burada. Bir. Bircə saniye mən bunu, bircə saniye, bircə saniye, bircə saniye bunu silər. Başqa bir rəngdən istifadə eləyərək bunun üzərində yazaq. Sıfırı söz, sıfır yazıbsa bir yadımızda. Burada bir de yadımda olan var. Ama sıfır eləmək üçün bu nə olmalıdır? Burada bir olmalıdır ki, bir üstüne bir sıfır yazıb bir yadımda. Yine bir yadımda olacaq. Bu ne olacaq? Sıfır olacaq ki, birin üstüne bir, sıfır yazıb bir yadda. Yine bir yadımda var. Yine sıfırdırsa burası sıfırdır. Bir yadımda var. Sıfır. Üstə bir. Bir eləyəcəm. Amma sıfır eləmək üçün bir olmalıdır burada. Bəli, burada bir yadımda var idi deyə əla, bu da getdi. Bizə deyir ki, əmələ gələn bu ikili ədədi tapıb. Deməli, ikili ədədim oldu belə. 1, 0, 0, 1. Və bu ikilikdədir. Mənə deyir ki, bunu keçid x16-lığa. 16-lıqda da biz bilirik ki, 8, 4, 2, 1. Deməli, bu olub 9. Variant. Onluq say sistemində belə deyək də bir xeyli müxtəsər düşüb bu dəfə və müxtəsərlər də belə deyək də həm siz üçün faydası oldu, həm də ki biraz da alışmış oldunuz ki bu müxtəsərlərə. Müxtəsər buradan yazacağam. Aşağı yazanda nədənsə ekran əsir. Yenə də 516-dır. 16-lıq say sisteminə keçmək tələb olunur. 516 nə yazarıq? 512 üstə gəl 4 kimi. Bu 4-ün kvadratı yazaq. Bu olur 2 üstü 9 üstə gəl 2 üstü 2-nin kvadratı. Alınacaq 2 üstü 10 8 üstə gəl 9 2 11 o da 1 2 12 üstə gəl 2 üstü 2 4. Əla. Bunu 16-lığa çevirmək üçün 2 üstü 18-i çevirirəm. 2 üstü 4 üstü 4 vurulsun 2 üstü 2. Bu nə deməkdir? 4 vurulsun 16 üstü 4. Əla. Mən çalışacağım açıq yazılış kimi yazım. Bayaqçı qayda ilə tətbiq eləyək. Buradan bunu yazacağım. 4 vurulsun 16 üstü 4. Üstə gəl. 2 üstü 12-ni necə parçalayaq? 2 üstü 4 üstü 3. Bu da bərabərdir 16 üstü 3. Üstə gəl 16 üstü 3. Üstə gəl. 2 üstü 4 də elə 2 üstü 4 üstü 1-dir. Bu da 16 üstü 1 deməkdir elə. 16 üstü 1. Və mən bayaqçı qaydaya əsaslansam, diqqətli olun burada. Bayaq dedim ki, açıq yazılış qaydasında biz hər hansı ədədimiz verilir. Bu nə deməkdir ki, 1 vurulsun 16 üstü 3, 1 vurulsun 16, yəni belədir də. Mənim ən sonuncum 4-dür. Mənim ilk simvolum, yəni burada 4 imiş. Bu 3-dür, 2-dir, 1-dir, 0-dır. Baxın, 3 var, 1-dir. 2 yoxdur. 1 yenə var, 0 da yoxdur. Bu da olur 16-lıqdır. Bunu belə də yaza bilər. Bu daha rahatdır. Bu elə bir ki, açıq yazılış qaydasıdır. Belə bir ədəd versəm sizə, 4000, nəsə də belə, uzun, 16-lıdır. Siz bunu açıq yazılışa gətirsəz, belə olacaq da. Sıfıra vurmağı neyiniz yazırsınız ki? Sıfırlar yoxdur, digərləri də yerindədir. Və yaxud da aldığınız cavab bu deyil. Bu nə deməkdir? 4 yanında 4 dənə sıfır. Yaxşı, belə yazaq. Üstə gəl. Elə bu bir yanında 3 dənə sıfırdır. Görün, nə dəyişəcək ki, güya? Bu da bir yanında bir dənə sıfırdır. Bunu 16-lıqda cəmləyəndə yenə həmin şey verir də. Biraz da rahat qayda, eyni zamanda tez həll olan qaydaya üst tutun deyərəm. Davam edirik 76-cı sual nümunəmizdən. Bircə saniyə bunu təmizləyək, gedək yuxarıya doğru. Biraz izah etdiyimə görə ola bilər video izah uzanar. Aha. Yaxşı sual, şablon sual, rahat suallardandır. Qraflarda qonşuluq matrisi də 0-1-lərin sayı. Əvvəlcə gəlin deyək. 0-1-lərin ümumi sayı nəyə bərabər idi? Təpə kvadratına. Təpə kvadratı bizə verir nəyi? Sıfırlar və birlərin cəmi. Təpələri sayaq da 1, 2, 3, 4, 5, 6. Deməli 6-ın kvadratı. Oldu nə qədər? 36 dənə mənim 0-1-im var. Və birləri necə tapırdım? Til sayına 1, 2, 3, 4, 5, 6, 7, 8. 8-də tilim var və tilim adi tildir. Adi tildirsə bu nədir? A-dan E-yə yol var, E-dən A-ya da yol var. Deməli 8 vurulsun 2-dir. Yəni 16 dənə mənim 1-im var. 36 dənə 16 dənəsi 1-dirsə, deməli 36 çıx 16 20 dənəsi 0-dır. Və məndən nə soruşur? Sıfırların sayı birlərin sayından. 20 çıxılsın. Bu da rahat bir şeydir. 16 bizə verəcək 4.
Cavabımız da olacaq 4. Yaxşı. Bu sualın da üzərində biraz izahlara toxunmaq istəyərəm sizin üçün. Əgər qrafın da yadda saxlayın ha bunu. Bilirsən, bu ekran niyə əsir? Mən bilmədim bu günləri bundan nə oldu. Deməli, əgər qrafda tillər adi tildirsə, ikiyə vururuq. Göv üstüsə, ilgəydirsə, mütləq çiyi biz bir nəyə vururuq? Göv üstüsə, ilgəydirsə, birə vururuq. Və onu ikiyə vurmuruq. Yəni, göv üstü nədir ki? İstiqamətlənmiş tildir də. Bu mövzudan yenə deyirəm. Nə çətinlik varsa, kanaldan girib izahlara baxın. Daha bir sual, qəbulda görmədiyimiz sual nümunələrindəndir dövrələr. Dövrəni mən müəllim olaraq belə tapıram. Gəlin başlayaq. Dövrə nədir? Qapalı yola dövrə deyirik. Bir dövrəmiz buradır. Baxın bu. Bir. Fərqli-fərqli rənglərlə yazsam. İkinci dövrəm buradır. Belə buna bir yazsaydı bu olsun ikinci dövrəm. Daha sonra üçüncü dövrəm budur. Düzdürmü? Daha sonra dördüncü dövrəm, baxın, mən belə haşiyə alım bunu, bilməm görürsünüz, bax budur. Bu yazıq 4. Rəngi də görünmədi çoxdan. Beşinci dövrəm, baxın, buradan haşiyə alıram, baxın, baxın, baxın. Görürsünüz də yəqin ki, bax bu. A, E, B, C, bax bu A, E, D, C, B, A olan dövrə, baxın, bax, 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 bura. Ümumi. Bu oldu 5. Və ümumim də var da bir dənə. 6 dənə dövrəm var. Yəni, şəklin üzərini bir dənə təmizləsəm, bir də saniyə baxın. Baxın, 1 buradır, 2, 3, sonra bunların toplamı 4, sonra bununla bunun toplamı 5, bir də ümumi var ki, oldu 6. 6 deyə dövrəsi var. Daha sonra yenə müxtəsər bin bizi bitirdi. İndi bu dəfə verib 2056. 2056-nı yazaram. 2000, bu rəngin dəyişir, bir də saniyə. İşıq düşəndə görünmür. 2048 üstə gəl 56 isə 8-in kvadratı. Əla. Bu 2 üstü 11 üstə gəl 2 üstü 3-ün kvadratı. Bu olacaq 2 üstü 22 üstə gəl 13, 14, 2015. Üstə gəl 2 üstü 6. Bu onluq ədədimdir. Və mənə deyir 8-lik say sistemində təsvir olunsa, gəlin bunu birinci 8-liyə keçirdik. Buradan yazıram. 8-likdə 2 üstü 22-ni, 2 üstü 3 üstü 7, düzdürmü? Vurulsun 2 üstü 1. Bu nə deməkdir? 2 vurulsun 8 üstü 7. Əla, bunu saxladıq. Daha sonra 2 üstü 15, 2 üstü 3 kimi 5. Bu da eləyəcək 8 üstü 5. Bunu da belə saxlayaq. 2 üstü 6-nı da 2 üstü 3 kimi parçalasıq. 2, bu da 8 üstü 2. Əla. Bizim ən böyük qüvvətimiz 7-dir. 6, 5, 4, 3, 2, 1. Bir də 0. 7-ci qüvvətdə 2-dir. Düzdür? 2. 6-cı yoxdur. Deməli 0-dır. 5-ci də 1-dir. 4-cü yoxdur. 3-cü yoxdur. 2-ci də 1-dir. Yenə də 0-dır, 0-dır. Əla. Deyir ki, 8-li say sistemində təsvir olunanda sıfırların sayı 8-də 2, 4, 5 dənədir. 8-likdə tapdıq ki, 5 dənə. 0. Sonra 16-lığa çevirəndə, gələk 222-ni 16-lığa çevirək. 2 üstü 4 kimi parçalasam, 5 vur 2 üstü 2. Bu nə deməkdir? 4 vurulsun 16 üstü 5. Daha sonra 2 üstü 15'i 2 üstü 4 üstü 3, 12'yi vurulsun 2 üstü 3. Bu ne deməkdir? 8 vurulsun 16 üstü 3. 2 üstü 6'nı da 2 üstü 4 vurulsun 1 vurulsun 2 üstü 2. Bu da olur 4 vurulsun 16 üstü 1. Mənim ən böyük qüvvətim 5'dir. Baxın 5'i buradan 4, 3, 2, 1, 0. Nömrələmədir də. Elə bir bizim bir də 16'lıq ədədimiz var. Biz onu çevirsək neyəcək? Eyni şeydir. 5-ci yerdə dayanan 4-dür, 4-üm yoxdur. 3-cü yerdə dayanıb 8, 2-ci yerdə dayananım yoxdur. 1-ci yerdə dayanıb 4, yəni sıfırım yoxdur. Əla. Deyir ki, 16-lıq say sistemində sıfırların təsviri, deməli, bir dəqiqə. Sıfır simvolların sayı 5 dənədir. 16-lıq say sistemindəki təsvirdə sıfırdan fərqli simvolların sayından, 1, 2, 3 dənədir. Sıfırdan fərqlisi 3 dənədir. 3 dənə.
Nə qədər deyir çoxdur da? 5-dən nə qədər çoxdur 2 dənə? 5, 3-dən nə qədər çoxdur? Bu da sadə suallardan, amma şərtlərdə diqqətli olun. Yəni şərt önəmlidir. 78, davam eləyirik 79-cu bircə saniyə ekranı təmizləmə. Əslində PDF-in üstündə qalanda heç nə olmur. Ki, mən nədənsə alışmışam. Ekranı təmizləyib sonra növbəti səhifəyə keçirəm. Hə, şükür, bu səhifəmiz düz çıxdı burdan. 78-ə baxdıq, gəldi 79-a. 79 da sadə sual nümunəsidir deyərəm. Fikir verin, bunu yazacağam. 2 üstü 10 üstə gəl. 2 üstü 9 üstə gəl. 2 üstü 8 üstə gəl. 2 üstü 7 üstə gəl. 2 üstü 6 üstə gəl. Fikir verin, 2 üstü 5 yoxdur. 2 üstü 4 üstə gəl. 2 üstü 3 üstə gəl. 2 üstü 2 üstə gəl. 2 üstü 1 üstə gəl. 2 üstü 0. Düzdürmü? Mən bunu belə yazsam, baxın 10-cu qüvvətdən. 19-cu bu tərəfə də gəl yazaq sizə görə. 9, 8, 7, 6, 5, 4, 3, 2, 1, 0. Deməli, burada 10-cu yerdə 1 vurulsun da bu. 1-dir. 9 var, 8 var, 7 var, 6 var. Bir dənə 5 yoxdur. 1, bunların hamısı da var. İkilidir. Və mənə bunu deyir ki, 8-li say sistemində ifadə edin. Əla. Bunu 8-li də ifadə eləmək üçün nə edirəm mən? 3 bölürəm. Önə də 0 artıra bilirəm. Sonra 300 böldüyünün 4, 2, 1-i tətbiq edirəm. O zaman bu olur 3, 7, 3, 7, 8 idi. 3, 7, 3, 7, 8 idi A variantı. Növbəti sual nümunəmiz kilobaytla ifadə edin. Hər birini kilobayta çevirəcəm mən. Onu 1024'e vuranda 1024, onu da vurdum üstüne oldu kilobayt. Üste gel. Byte'dan kilobayta geçəndə 1024'e bölürəm. Oldu 8 kilobayt. Üste gel. 3 elə kilobaytdır. Üste gel. 222'yi də byte'dan kiloya keçəndə 10'a bölürəm. Bu da qalır 212. 212 də olur 4096 kilobayt. Ümumi bunları da cəmləyəndə bizə verəcək 14347. Son rəqəmlərindən toplasınız. Görəsiniz ki, həqiqətən 11, axırı 7 ilə qutarandı. 7 ilə qutaranda elə bir dənə Y variantıdır. Elə də toplaya bilərsiniz əslində. Yəni, əslində rahat qaydanla da hər şeyi də alt-alta yazın, toplayın. Yəni, son rəqəmlərinə baxsanız toplaya bilərsiniz də, yəni, bir sözlə. Bu ekran əsməsi bilməm videoda bizim videomuzu nə dərəcədə zədələyir, bilməm, qalsın o zaman. Bu qədər çəkmişik, dayandırmaq istəmirəm çəkilişi. Deməli, 81-ci sualımız nədir? Onluq say sistemində verilmiş bu ifadənin 8-li say sisteminə çevrilməsi zamanı ədədin ilk və son rəqəmləri cəmini 8-li say sistemində ifadə edin. Deməli, bu tip sual nümunələrində əslində 8-li say sistemində bu nə deməkdir? 8 üstü 6. Yəni, bir yanında 6, 0, 2, 4, 6. Bundan 3'ü çıxanda 8 idi. Çıxma qaydasını bilirik. Gəlirik yoldaşdan alırıq. Yoldaş 8 gəldi, çıxdı bura. Bu oldu 8, qalanları oldu 7. Yarısını bir dənə aldı da. Onda 8-dən bu olur 5, 7, 7, 7, 7, 7. Və mənə deyir ki, burada ilk və son rəqəmin cəmin. Yəni 7 8-likdə, elə özündə deyir də, üstə gəl 5 8-likdə. 7 üstə 5 12. 12-dən çıxıram 8-i olur 4 biat. Burada 8-i də cəmləyirəm. Cəm də olur 14. Ya diqqətli olsanız yaza biləcəyiniz sual tapşırıqları idi. 82-ci sual nümunəmizə baxaq. 256 rəng çalarlı palitradan minimal bit sayı ilə kodlaşdırılmış qrafik təsviri piksel sayını saxlamaqla 64 rəng çalarlı palitraya endiriblər. Belə deyək də, yəni qayıtsaq məsələmizə. M1-i bərabərdir. Birinci nə imiş? 256. Bu neçəymiş ki? 200-dür, 8-dirsə,
Onda rəng dərinliyi 8 bit idi. Birinci. Və pikseldə saxlamaqla deyir. Bircə saniyə bunu biraz əsirdi ya. Yenə məsələ də yoxa çıxdı buradan. Bir saniyə, bir saniyə. Hə. Rəng dərinliyi burada belə idi əvvəl. Daha sonra nə baş verdi? N2-ni gətirdim, neynədim? 64-ə saldım. Düzdür? 64-dürsə, bu da nə imiş? 206. Rəng dərinliyim döndü oldu nə? 6 bit. Çavarımı saxlamışam və azalma baş verib. Deməli, bundan pikselə həmişə piksel, bir dənə x deyək. AB onsuz da x-dır da. Onda belə çıxır ki, bizim 8 vurulsun x bit çıxılsın 6 vurulsun x bit olanda həcmin bit niyə olduğunu yazıram qarşısına. Siz burada 2 megabaytı megabaytda saxlaya bilməzsiniz deyə. 23 bitləşdirir bunu avtomatik. Bundan bunu çıxanda qalır 2 x bərabərdir 2 megabayt megabayt yenə vurdum. 223 ilə 24 eləyir də bu. Biri getsə yenə qalır 23. Bu da ixtisar getsə x-im oldu nə? 223. Hə, piksel sayları burada baxırıq. 210 bu verməz. 211 10 vermir. 212 12 çox olur. C-yə baxın. 210 vurulsun 213. 223-ü verir. Deməli C variantıdır. Unicode standartında yazılmış 256 səhifəli kitabının orta hesabla hər səhifəsində 40 sətr var. Hər səhifədə. Kitabın informasiya həcmi 400 kilobayt olduğu məlumdursa, bir səhifədəki hər səhifədə 40 sətr var. Hər səhifədə 40 sətr var. Bir səhifədə sətr simvol sayını tapırıqsa, bax, diqqətli olun bu məsələlərdə, biraz diqqətli olsunuz. Bu məsələ əslində, indi bir həllə baxaq. Həlli yazanda bizim V bərabərdə S düsturumuz var. S vur, S vur, S vur, S düsturumuz. Baytda da həmişə. Unicode'dur 2 vurulsun. 256, 208 vurulsun. 40 vurulsun. Simvola deyil, X simvol. Bərabərdir 400. Bu baytdır, kilobaytdırsa 200-də 10-a vururam. Düzdürmü? X bərabərdir. 400 vurulsun 200-də 10, bölünsün 200-də 9, vurulsun 40. Bundan bu geçsə qalır burada 10. Bundan da bu geçsə qalır 20. Əla. 20 simvolu tapdım. Görün nə deyir? Bir səhifədəki simvolların sayı. Axı, bizim bir dənə vərəyimiz var. Bir de səhifə. Baxın, bu səhifədir. Səhifə. Bir səhifədə neçə dənə sətrim var? 40 dənə. 44 sətrim var. Hər sətirdə, hərsə 20 də simvol varsa, 40 vurulsun 20 də olacaq 800 səhifə. Və səhifə nədir? Simvol. Çünki səhifədəkini soruşur sizdən. Sənəddə neçə simvol var idi? 20. Amma desə səhifədə neçə dənədir? Bunda diqqətli olun. Biraz yox, ümumiyyətlə çox diqqətli olun bu suallarda. Keçək ikili təsvirində sıfırların sayı birlərin sayına bərabər olanları tapaq. Yaxşı sualdır, birinci. Buradan başlayıram elə birdən. 41-i necə yazaram? 41 bərabərdir. 32 üstəgəl 8, 40 üstəgəl 1. Düzdürmü? Bu nədir? 5 var, 4, 3, 2, 1, 0. 6 simvoldur. 2 üstü, bunu biraz da açsam. 2 üstü 5, üstə gəl 2 üstü 3, üstə gəl 2 üstü 1-dirsə 0. Deməli, belə çıxır ki, 5-ci yerdə var 1. 4-də yoxdur, 3-də var, 2-də yoxdur, 1-də də yoxdur və bunda var. Və baxın, sıfırların sayı birlərin. 1, 2, 3 dənə sıfır var, 3 dənə. Demək 41 aiddir. Sonra 38. Gəlirəm ikinci 38-ə baxıram. 38 nəyə bərabərdir? 32 üstə gəl 4, 36 üstə gəl 2. Bu nədir? 2 üstü 5 üstə gəl 2 üstü 2 üstə gəl 2 üstü 1. Yenə də baxsam 5, 4, 3, 2, 1, 0. 5-ci yerdə 1, 4 yoxdur, 3 yoxdur, 2 var, 1 var, 0 yoxdur. Fikir verin. 3-ün 3-ə. Deməli, 2 də aiddir. Daha sonra 43. Bir-bir belə baxacaq da bunlara. 43 bərabərdir. 32 üstə gəl
Deməli 8 üstəgəl 2 üstəgəl 1. Bu ödəməyəcək. Niyə? 2 üstü 5 üstəgəl 2 üstü 3 üstəgəl 2 üstü 1 üstəgəl 2 üstü 0. Birlərin sayı 4 dənədir. Sıfırı 2 dənə. 2 dənə. Düzdür, ödəmir. Üstə düşmür. Bu deyil. 48-ə baxaq. 48 bərabərdir. 32 üstəgəl 16. Bu da ödəməyəcək. 2 üstü 5 üstəgəl 2 üstü 4. Neçədə biri var? Yəni 2 dənə 1-dir. 1. 4 dənə 0-dır. Üst-üstə düşmür də, eyni deyil. Bu da getdi. Bu da getdi. 49-a baxaq. 49 bərabərdir. 32 üstə 16 üstə 1 ödəyəcək. Deməli, 2 üstü 5 üstə gəl, 2 üstü 4 üstə gəl, 2 üstü 0. Həqiqətən də belə yazsaq da 5, 4, 3, 2, 1, 0. Nömrələsək, burada var, 4-də var, 3 yoxdur, 2 yoxdur, 1 yoxdur, burada var. 3-ün isə 49-da ödədi. 51, 51-i necə yaza bilərik? 51 bərabərdir. 32 üstə 16, 48 üstə 2, 50 üstə 1, 1, 2, 3, 4, 4 deyə biri var. 1, 2 dənə 0 var, bu da ödənir. Deməli, doğru variantımız olacaq. 1, 2, 5 olmuş olacaq. Bayaqdan özümə zülm edirəm, PDF-in üstündəsində silinməsi də olar, qalarmış. Sonuncu məncə test nümunəmizdir bu. Bir dəqiqə görək 90-dır. Bəli, 90-a qədərdir. Vaxtda bir xeyli apardı. Burada kodlaşdırma bölməsindən bu həftə sonu yaxşı bir video çəkəcəm bu kodlaşdırma ilə bağlı abituriyentlərə, eyni zamanda müəllimlərə faydalı olacaq. Buna inanaraq. Edirəm, kodlaşdırma çətindir. Bölmə olaraq sualları daha düşündürücü olur. Burada deyir ki, bizə verilib 3, 5, 8, 6 rəqəmlərindən istifadə etməklə yalnız 3 rəqəmi təkrarlana bilər. Yəni, rəqəmlər təkrarlanmasın, bir də 3 təkrarlansın. Ya da təkrarlanmasın. İndi burada hallara fikir verək. Birinci, mən baxacam nəyə? Birinci. 3, 3. Bir dəfə təkrarlansın. 3 bir dəfə təkrarlansın. 3 rəqəmli deyil. 3 rəqəmli. Bir dəqiqə istifadə etməklə neçə 3 rəqəmli? 3 rəqəmli. Bərabərdir. 3-ü bir dənə burada təkrarlayıram birinci yerdə. Bir halım vurulsun. Digərləri təkrarlanmır da. 3 varsa oldu 3 hal. Yerdə nə qaldı? 5, 8, 6. Vurulsun. 5-i də silsən, burada qalacaq 2 hal. Bu oldu 6 hal. Düzdürmü? Yenə 3-ü burada. Ayrı-ayrı rəngdə eləyim ki, alt-alta yazanda bilinsin. Burada olsun 5, bir saniyə 5, 8, 6, yəni 3 hal. 3 indi bu dəfə ortada təkrar bir dəfə istifadə edeyim. 3 olsun bir dənə burada. Və rəqəm də təkrarlanmasın. İndi bu dəfə 5 təkrarlamasam, 8 ilə 6, 2 halda burada. Yenə 6 hal. Düzdürmü? Yenə 3-ün bir də sonda olan halı var. Burada 3-ü bir dəfə təkrarlayıram. Qalan burada məsələn 5, 8, 6, 3 hal, vurulsun 2 hal, təkrarlanma. Yəni 3 təkrarlana bilər də, qalan rəqəmlərin təkrarlana bilməz. Burada oldu neçə hal? Ümumi 18 hal. Bu oldu 3 bir dəfə təkrar olanda. İndi mən deyirəm ki, 3 heç təkrarlanmasın. Yəni heç yerdə 3 olmasın. 3-ün olmadığı hal. 3 olmasın. 3-ün olmadığı hallar hansıdır? 1, 2, 3. Birin 5, 8, 6. 3 vurulsun. Birini silsəm 2 vurulsun 1. 6 halda da 3 yoxdur, belə bir ədəd yarada bilərəm. 18, 6 davam eləyək. Bu suallarda çox diqqətli olun. Bir dənə də ola bilər, hər yerdə 3 var. Yəni 1, 2, 3 rəqəmlidir, hamısında da 3-dür. Yəni bir haldır bu, əslində 333 ədədidir, 1 vur 1. Yəni bir halımda belədir. Həmin o ədədimdə 333 ədədidir. Əla. Bir də var ki, 3-lər, 3-cüncü dir təkrarlansın. 3 olmasın, 3 bir yerdə olsun, 3 hər yerdə olsun. Bir də qalır 3 2 yerdə olsun. Yəni, baxın, 3, 3-ü yazaq belə. 2 dəfə təkrarlayırıq. 2 dəfə təkrarlanan halı. 2 dəfə təkrarlanan halda, baxın. Tutalım ki, 3 rəqəmi deyil. Bunun burada da 3 gəlib, burada da. Bir hal burada, bir deyək də. Burada nə ola bilər? 3 halın 3-ü də. Yəni 5, 8, 6. 3 hal.
3 dənə burada. Sonra burada, burada baxaq. 3 burada gəlsin. Bir də 3-ü sonda yazaq. Düzdür? Burada ortada yenə 5 al olacaq. Yəni 5, 6, 8 təkrarlansın. Yenə oldu. Bir 5 al deyirəm, 3 al. 3. Daha sonra 3-ün 2 də sonuna belə salaq. 3-lər burada gəlsin. Elə bir 2 də 3 yanaşı gəlsin də bir sözlə. Burada da 5, 6, burada 3 al. Bu da oldu 3 al. Ümumi buradakı halların sayı nə qədərdir? 9. İndi bu 9, 10, düzdür? 28. 6 hal da burada. 2806 indi müəllim gələ bilməyəcək. 2806 34. Deməli doğru cavabım olacaq 34. Burada da qeyd edək 34 doğru cavabımız. Yəni ümumiyyətlə digər rəqəmlər təkrarlanmasın deyirsə, diqqətli olun da, yəni digərləri təkrarlanmasın. Ona görə baxırıq ki, 3 2 yerdə təkrarlana bilər, 1 yerdə təkrarlana bilər. Ümumiyyətlə 3 olmaya bilər. 3-dən yola çıxsaq da. 3 hər yerdə təkrarlanan, yəni 333 ədədi ola bilər. Ümid edirəm ki, anlaşılır oldu bu sualımızda. Harda mane olurdusa üzərindən xətt çəkdim. Bu əsməni biz dayandıra bilmirik. Videoda səbirsizlə gözləyirəm ki, o necə düşür. Bir dəqiqə. Davam eləyək buradan. Ölçü vahidləri azalan sıranı müəyyən edin. Hər birin eyni ölçü vahidinə bir saniyə bu niyə belə oldu ki? Hər birin eyni ölçü vahidinə gətirərək biz daha rahat bir saniyə sonuncu yaparaq biz daha rahat çevirə bilərik. O deyir bunu bizə yapma. Bitirmişik. Axırda bizi üçün oyun çıxardır. Bu yenə bura atır. İstəmirdim video kəsilsin. Neynəyək biz bunu? Bir çatdıq. Yaxşı. Birazca da dözsün. Ola bilər kompüter bugün yüklənib. Nəyi var? Deməli, biz davam edək. Növbəti sualımız. Bu da sadə sualda ölçü vahidlərindən. Mən bunların hər birini bayta gətirəcəm. Elə bu baytdadır. İkinci olacaq nə? 1 kilobayt, 1024 bayt. Daha sonra 32'də 1 megabayt. 32 nədir? 2 üstü 5. Megabayt. 2 üstü 20. Bunu da çevirəndə 2 üstü 15 bayt. 2 üstü 15 baytda 2 üstü 16 65.536-dırsa, indi görün o neçədir də. Sonra dördüncüdə də olacaq 2 üstü 11 bit. Bunu da bölərəm 2 üstü 3-ə, bayta çevirərəm 2 üstü 8, yəni 256 bayt. Azalan sıra deyirsə, çoxdan aza. Mənim ən çoxum budur. Deməli, belə olacaq ardıcıllıq. 3, daha sonra 1, daha sonra 2, daha sonra 4. Doğru variantım 3, 1, 2, 4. Sonra burada bir dənə də belə sualımız var. 5-ci bölmə sualı. Hər zaman da deyirəm ki, bu suallarda da diqqətli olun. Kompüter markasının adı verilir. Asus Bugatti, Intel'dir. Bu prosesordur. Prosesor markasıdır. Eyni zamanda bunlarla işimiz yoxdur. Burada gəlir DDR-RAM. Ümumiyyətlə RAM-lar dinamik və statik olur. Burada SDR də olur, DDR də olur. Bu RAM-ın ölçüsüdür. Soruşsa ki, RAM-ı nə qədərdir? Deyəcək 32 GB. Desəm ki, sərt diski nə qədərdir? Hard diski. Sərt disk xarici yaddaşın tutumu. Bəzən verər ki, xarici yaddaş nə qədərdir? 512 GB. Bu, yadda saxlayan video yaddaşın ölçüsüdür. Video yaddaş adıdır bu. Yəni 8 GB gedəcək video yaddaşa. 2 olacaq D. Və bu incin işarəsidir. Bax, bu işarə var monitorda. Ümumiyyətlə, yəqin ki, dərsliklərdə, ümumiyyət nəzəriyyədə diqqət eləmişsiniz. Bu da olacaq inc işarəsidir. Bu da olacaq C16. Deməli, 1-də C, 2-də D. Doğru variantımız. Daha sonra davam edək. Onluq say sistemində verilmiş, vay, yenə də müxtəsərə gəlməklədir. Baxaq, deməli 8196. Bu necə yazarıq? 8192
Üstəgəl 4-ün kvadratı. Bu da bərabərdir. 2 üstü 13 üstəgəl 2 üstü 2-nin kvadratı, 2 üstü 26 üstəgəl 2 üstü 16 üstəgəl 2 üstü 4. Bunu bir 8-lik say sisteminə çevirəndə 2 üstü 3 kimi parçalasam 26-nı 8 dəfə 24 2 üstü 2. Buradan alıram ki 4 vurulsun 8 üstü 8. Sonra 2 üstü 16'nı 2 üstü 3 üstü 5 vurulsun 2 üstü 1. Bu ne deməkdir? 2 vurulsun 8 üstü 5. 2 üstü 4'ü de 2 üstü 3 üstü 1 vurulsun 2 üstü 1. Bu da bərabərdir. 2 vurulsun 8 üstü 1. Əla. Və mənə deyir 8-lik say sistemində təsvirimdə. Əvvəlcə burada alın bu cavabı mən buradan yazıram. Baxın, yenə də yazıram. 8-ci simvolu var. 7, 6, 5, 4, 3, 2, 1, 0. 8-ci yerdə dayananım 4-dür. 5-ci yerdə dayananım, bunlar 0, 0. 5-ci yerdə dayanan 2-dir. 4 yoxdur, 3 yoxdur, 2 yoxdur. Birinci yerdə dayanıb 2, 0. Bu da oldu 8 idi. Sonra bunun üzərinə gəlməliyəm. 36 onluqdadır. 36-nı mən belə də yaza bilərəm. 36-nı 32 üstə gəl. Rahat budur da 8-ə bölün geçsin. 4 dəfə 32, 4. Deməli, bu. 4, 4 ədəd. Olacaq 4, 6, 1, 2, 3. 1, 2, 3. 2 gəlir bura. 0, 0, 4. Sonra nə deyir mənə? Deyir ki, 0 və 4 simvollarının sayını 2, 4, 5. 5 vurulsun, 4 simvolların sayı 2'dir, 10. Onu ikilik say sistemində ifadə edin. 0 və 4'ü. 1, 2, 3, 5, 10'du da. Onu ikilikdə ifadə eləsəm, bu da olur 10. Ya istəsiz bölə bilərsiniz, ya da ki, ümumən, ümid edirəm ki, burada bir səhvliyə yol vermədik. 0 və 4 simvolların sayın. Sayındır da. Burada 2 dənədir. 1, 2, 3, 4, 5 dənə də buradadır. Düz yazarıq. Yəni ki, əgər olarsa, yenə mən də diqqət eləyərəm. Bir də baxaram. Daha sonra davam edirik. Şəkildə N rayonunun deməli şəkildə N rayonunun yol sxemi qraf şəklində göstərilmişdir. Yenə qrafdır. Kilometr məlumat cədvəldə nömrələnmiş qrafdakı adların üst-üstə düşmür. B nöqtəsindən C nöqtəsinə qədər olan yolun uzunluğu ilə B-dən C-yə buradan bura qədər və D ilə Y-nin arasındakı məsafə nə qədərdir? Fikir verək. Burada bir də bu ara məsafəsi fərq edilməlidir. Qalan hamısı elə bir eynidir. Məsafə olaraq da. Fərqli olanı tapaq bunu. Fərqli olan budur, ən çox qolu olan. Onda M5 olur. T. F yazıram. T. M5'e yazırıq. T. T. Buradan bir dəqiqə kompüterdə işləmək çox çətindir bunu. T. Daha sonra bizə maraqlıdır nə? Baxın, iki yolu olan. Bu A ilə bu. Yəni, bir dənədir də bunların. Başqalarına baxanda hamısı 3 dənədir. Onda 3 dənə olsa, fərqi yoxdur mən deyərəm. B, C, D, E. B, C, D, E. Mən məsələn ardıcıllıqla getsəm, ardıcıl qiymət versəm, baxın, A1 ilə H1 cəmi 2 dənə. Onda M1-ə, burada bir dəqiqə qələmi dəyişeyim, biraz yaxşı rəng götürək. M1-ə A desəm, A. M2-yə B desəm, baxın, B. Ardıcıl gedəcəm. Əslində, deməli, buradan biz nə istəyir? Bizdən BC-ni. İndi C nöqtəsi tapaq burada. 2 dənə nöqtəsi olan daha bir də var idi. Bu B-dir. Bir saniyə. H-ı da tapaq, sonra gedəyik. Bir saniyə H-ı buradan tapaq. H da olacaq 2 dənə M3. M3 oldu H. Niyə? 2 dənə nöqtəsi var cəmi. Yəni, burada fikir verməyin ha. Məsələn, A M1 yox.
H-da M3 yox. Əksinə də ola bilər bunlar. Buradan belə deyək də. Bu bizə nə deyirlər ona? Önəmi yoxdur da, yəni bu məsafələrin bir önəmi yoxdur bizim üçün. İndi mən elə belə deyirəm ki, hə, bu B-dir deyək, bu H-dır. H-ı da nə gündə yazmışam burada. Əsas bizə maraqlı olan nədir burada? T-ni bilək. Yerdə qalan 3 dənələr, yəni 3 qonşusu olanları bilək. Bir də A-la H-ı bilək. M4 onda burada nə çıxar bizə? Deməli, ə, deməli. H-ın E ilə kəsişməsi var. H-ın M3-ün E ilə kəsişməsi var. Baxın, onda bu E-dir də. Bu E-dir. Bir də T iləndir. Yəni, H bir dənə bununla kəsişir, bir dənə bununla. Avtomatik M4-ü də tapdım E-dir. Daha sonra onda B ilə kəsişməsi olan M6-yı da tapıram ki, C-dir. Avtomatik. Çünki buradan bu kəsişir, bir də T-dir də usta. Yerdə qalır M7, M7 də ki, onsuz da avtomatik qalan yerdə D-dir. Bizdən nədir? D ilə E nöqtələri arasında D ilə, M7 ilə, D ilə, E ilə. Bu olur 7. Deməli, DE nöqtəsi 7. Sonra BC, bircə saniyə, B ilə C 13. 13. Cəminin uzunluğunu tap 20. Nə qədərdir? 20. Yəni, bunun bir-biri ilə qonşuların qonşusu siyahısı, qonşuluq siyahısına baxsınız, daha rahat olar məncə. Artıq bunlara çalışın biraz da həll edəndə artıq operativliyi ələ alasınız. Əgər işləyə bilmirsinizsə, yenə deyirəm, çalışın, belə də, vərdiş halına gətirin, tutun, tempin belə deyək. Unicode kodlaşdırılma sistemində informasiya həcmi 29 megabayt olan sənəddə mətnlə yanaşı 5 ədəddə 1 megabaytlıq qrafik təsvir var. Onda ümumi həcmim nə qədərdir? 29 megabayt. Bunun 5 megabaytı şəkildir, yerdə qalır 24 megabayt. Düzdür? Belə. Daha sonra bizə nədir? Unicode-da kodlaşıb. Onda mən simvol vurulsun 2 bayt bərabərdir 24 megabayt. Bunu da çevirsəm 220 bayt aldım. Onda simvolumu tapdım buradan. Bərabərdir. Deməli 10 2 bir də saniyə 12 vurulsun 220 simvolumun sayıdır. Və bundan da yekunlaşmıram. Deyir ki mənə, simvol sayı oldu bu. Buradan keçib bu həllini biraz da belə çəkəcəm. 90-ın həllinin davamıdır. Deməli, simvolumu bildim. Simvol bərabərdir. 12 vurulsun 220. Və mənim 64 simvollu əlifbam var. Enim 64-dir. 20 nəyə bərabərdir? 6 bit. Ümumi həcmi tapacam. Onda V bərabərdir. S vur I düsturundan. Alaram 2 deyil, 12 vurulsun 220 vurulsun 6 bit. Və megabaytdır. Yenə bunu çevirirəm 223-ə. Burada qalır 8. 2 istəyirsən getsə. Burada qalır 3. Burada 2 ilə getsə 3. Bu da olur 9. 9 megabayt. Və məndən soruşur ki, nə qədər azdır. Bayaqki nə qədər idi mətnim? 24 idi. Megabayt. Çıxılsın 9 megabayt. Bu da bərabərdir 15 megabayt. Olmuş olur. Ümumi nəticə etibarına OTK-nın bu sınağı yaxşı, samballı, əla suallar idi. Əziz abituriyentlər, nə aydın olmasa, mütləq şərhlər bölməsində qeyd edin. Çox istərdim ki, dünən bu videonu tamamlayım. Təbii videonu çəkmək üçün həm şərait yox idi, yəni kompüter yanımda deyildi deyə mən çəkə bilmədim heç cür. Bundan sonraki sınaqların da izahlarını YouTube kanalına yerləşdirəcəm. Və sınaqda hansı mövzu və yaxud da hansı sualda çətinlik çəksəz, mütləq qeyd edin. O mövzudan çalışaram sizə video izahlı bir görüntü dərsləri də qeydə alıb sizlərlə paylaşım. Diqqətinizə görə minnətdaram. Növbəti sınaqların izahında görüşənədək. Sağ olun, Allah'a əmanında.